Həqlə həqiqətə iki baxış. Yazar İnsafəliyə Hidayət. Düzəliş səsləndirən Türk məqalələr. Həq nədir, həqiqət nədir? Filistinlilərin İsrailə hücumları qondarma İranda isarətdə olan Türklər arasında çoxlu düşüncə mübahisələrinə nədən oldu. Bunlardan biri mənlə bir çox hörmətli dostum arasında keçdi. O mübahisəni burada gətirirəm. Dostum İsrail məhkum və Filistinliləri təyin edirdi. Mən isə onun tərsinə. Yazdığım məsələ İsrail-Filistin deyil. Məsələ dost və müttəhiddir. Biz, hər kim bizim yanımızda olursa və bizim haqlı savaşımızda bizlə hərəkət edərsə, biz də onu təyin etməliyik. Filistinlilər Ermənistanı dəstəkləyib Azərbaycanla düşmənlik etmişlər. Bizim Azərbaycanın düşmənindən himayət haqqımız yoxdur. Yazılı bəs niyə Ermənistan İsraildən himayət edir? Yazdım, çünki dünya, özəlliklə Amerika, Fransa və ayrıları İsraildən himayət edirlər. Yazdı, bəs bu arada haqq və həqiqət nə olur? Yazdım, haqla həqiqətin ölçüsü nədir? Güc və qazanc haqq və həqiqətdir. Güclü olursan, haqq sənindir. Gücsüz olursansa, haqsızsan. Haqqı, həqiqəti, hüququ güclülər tərif edərlər. Gücsüzlərsə onları qəbul edib yaşamağa çalışarlar. Örnəklərin ucu bucağı yoxdur. Yazdı, hə, onda fərqimiz var. Mən yaşamın boyu güclünün yanında durub gücsüzü əzməyi şərəfsizlik bilmişəm. Ona görə də Qarabağdan dolayı 30 il Azərbaycanın yanında durdum. Əlimdən bir iş gəlməsə də, vicdanım oradan dirəyin düşən gücsüz insanların yanındaydı. Yazdım, ancaq bu yetərli deyil. Qarabağı güclü olarkən ala bildik. Gücsüzkən əldən vermişdik. Bu sözlərlə özümüzü tavlamayaq. Bu düşüncə şubiyyə şiəsi düşüncəsi və bir üzrə təslim olmaqdır. Dünyaarası güclünün haqq olduğunu qəbul etməklə yanaşı yaşamaqdır. Bizim üçün İranda yaşayan Türklər, Ərəblər, Bəluçlar, Türklər belə ayrıları. Həqiqət nədir? Kim tərif edir? Kim isə yaşayır? Beynimizdə qəbul etməsək də, güclünün haqqdan, həqiqətdən olan iradəsi ilə tərifin yaşayırıq. Yenə yazdım, sizlə mənim düşüncəmin fərqi cənabınızın zehni, mənim isə əməli, yəni praktika baxışımızdır. Mən zehni baxışı bir cür alışqanlıq, yaxud ehtiyat və təslimlik bilirəm. Mənim baxışımda siz haqlı olmaq üçün, haqqınızı almaq üçün, haqqınızı düşmənlərə qəbul etdirmək üçün güclü olmanız gərəkdir. Bu da siyasi, iqtisadi, texnoloji, təlim, tərbiyə və bu kimi şeylərdə özünü göstərir.